Salam əziz abituriyentlər. Bu günlərim sizinlə amonium duzlarındakı ümumi rabitələrin, kovalent rabitənin və ion rabitələrinin tapılmasına baxacağıq. Belə bir duz verilib bizə, amonium sulfat və bizə belə bir sual verir ki, amonium sulfat duzundakı kovalent rabitə ilə ion rabitələrinin arasındakı fərqi tapın. Bunun üçün nə etməliyik? Birinci biz buradakı maddədəki olan ümumi rabitəni tapaq. Ümumi rabitəni tapmaq üçün oksigenin sayını vururuq valentliyinə, yəni 4-ü vurdum 2-yə. Burada nəzərə alırıq ki, azot və hidrogen arasında da kovalent rabitə mövcuddur. Və azotun yanında 4 dənə hidrogen olduğu üçün, yəni azotla hidrogen arasında cəmi 4 dənə kovalent rabitə var. Və bizim də amonium ionumuz 2 olduğuna görə 2-ni də vuracaq yenidən 4-ə və toplayaraq biz ümumi rabitəni tapa bilərik. Deməli, cəmi bizim 16 dənə ümumi rabitəmiz var. Daha sonra baxırıq ki, buradakı ion rabitəsi. İon rabitəsi nələr arasında yaranırdı? Bilirik ki, ion rabitəsi metal və qeyri-metal və yaxud amonium ionu ilə qeyri-metal arasında yaranır. Və amoniumlu birləşmələrdə ion rabitəsinin sayı amonium ionunun sayına bərabərdir. Deməli, burada ion rabitəsinin sayı 2-yə bərabərdir. Çünki bizdə amonium ionunun sayı 2-dir. O zaman kovalent rabitəni tapmaq üçün ümumi rabitədən, yəni tapdığım 16-dan çıxıram 2-ni, tapıram ki, məndə 14 kovalent rabitə var. Və biz də sualımızda dedik ki, kovalent rabitə ilə ion rabitəsinin fərqini axtarırıq. Bu zamanda 14 çıxılsın 2 bərabərdir 12. Bu qayda ilə istənilən amonium duzundakı rabitələri, ion rabitəsinin sayını, kovalent rabitələrin sayını tapmaq mümkündür.